Səhərlər limonlu su içək. Mənim tanıdığım bir çox adamlar var ki, onlar daima mütəmadi olaraq səhər bir stəkan limonlu su duran kimi həmən qəbul edir. Biz hər birimiz bilirik ki, həm limon, həm də limonlu su orqanizmdə bir çox fəsadların qarşısını alır. Buna şahidi də olmuşuq. Həkimlər də deyir, qeyri peşə sahibləri də deyir ki, yəni təcrübədə bunu şahidi olmuşuq. Limon tərkibindəki C vitamini sayəsində güclü antioksidant mənbəyidir. Qafqaz İnfo xəbər verir ki, bu limon qədər limonlu suyunun da insan orqanizminə bir sıra faydaları var. Və gördünüz, mən deyirəm, axı, limonlu su həzmə kömək edir. Eləcə də böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Bundan əlavə limonda olan turşular kiçik böyrək daşlarını parçalanmada da parçalayır. Daha böyük rolu var. Limonlu su yüksək miqdarda C vitamini ehtiyat edir. C vitamini də antioksidan xüsusiyyətlərə malikdir. Sağlam bədən hüceyrələrini sərbəst radikalların zərərindən qorumağa kömək edir. Limon və limonlu su ən çoxdur. Limonlu su immuniteti dəstəkləyir. Soğuk dəymə və tənəffüs yollarının infeksiyalarının müalicəsinə kömək edir. Dəmirin udulmasını artıraraq anemiyanın qarşısını alır. Kollagen sintezini dəstəklədiyi üçün dəri sağlamlığı üçün də faydalıdır. Bəli, yenə də deyirəm, bədəndə toksinlər və ödəməni sıxmağa, çıxarmağa kömək edir. Daimi istehlak edildikdə arıqlamağa yardımcı olur. Ən çox da arıqlamağa qadınlar, arıqlamaq istəyənlər. Səhərlər ac qarnına limonlu su içmək günə daha enerjili başlamağa kömək edir. Belə ki, həzm sistemini dəstəkləyir və qəbzliyin qarşısını almağa kömək edir. Yeməkdən əvvəl və səhərlər limonlu su içmək ağızdakı bakteriyaları parçalayaraq diş sağlamlığına belə faydalıdır. Ona görə gecə yatmamışdan öncə stəkanı limonlu su içmək. Gecə də qoyur oyanımıza və yaxud da ki, ümumiyyətlədir ki, limonlu su gecə ən çox infarktın da qarşısını alır. Ona görə limonlu sudan hər birimiz istifadə etməliyik.